birləşdirərik, yox. Yes. Kiçik bir texniki nasazlıq oldu. Yes. Bəli, Armandan danışırdıq. Hə, amma yəni Arman İlyəyə ən layiqli rəqibdir. Striking də yerindədir. 100%. Ona görə bir problem yoxdur. Wrestling olaraq da məncə açığı ən yaxşı wrestler Arman. Ən yaxşı wrestlerdən. Yəni İslamla da Armanın kim olsa bəyənərsən? Xamzat Chimayev. Olsa bəyənərəm. Odur? Odur. I love it. Xamzat Chimayev onun cornerında olacaq. Və görək, maraqlı bir döyüş. Yes. O birisi kimdir? Dan Hooker. Dan Hooker barədə çox bir şey yoxdur danışılası. Strikerdir, fun strikerdir. Belə şey eləməyə gəlir, brawl eləməyə gəlir. Eyni açığı yəni yes, striking-i exactly heç mən aslında sözümü yenə bağlayacağam. Mən Dan Hooker-la Gates-in zadını dalaşmağını istəyirdim. Gates-i dalaşsın. Mən də çox istəyirdim, yes. Şey dalaşsın. Max Holloway dalaşsın ki, həm fanatlar üçün fan-friendly, həm də ki, heç bir mənası olmasın nəticənin. Max Holloway-dan Hooker məsələn ideal olardı. Çox gedən bir döyüş olardı. Max Holloway üçün də mənası olardı. Yes. Yəni Holloway həqiqətən həmişə iddiası var, axı kəmərə çıxmaq istəyir, nə bilim nə, Michael Chandler. Michael Chandler məncə getdi də yəni. Yazıq cəmi 6 dəfə də oldu uduzda. Niyə getdi? Amma yox, Tony Ferguson odur. Yes. Dan Hooker da udub yer gəlmişkən. UFC gələndən qəşəng də udmuşdu. Michael Chandler məncə birincisi yüksək səviyyə döyüşçüdür, honestly. Yes. UFC-yə gec gəlmişdi. Belə bir şey var. İkincisi də uduzduğu rəqib, yəni okey. UFC-yə ən yaxşı rəqibləri uduzdu. Hə, top 5-ə uduzdu ancaq. Yəni ki, okey də, yəni tamam, top 5 deyil, amma da 15-ci də deyil də. Amma yəni 15-ci də deyil də, o demək istəyirəm ki, top 10-da olar və indiki vaxtı ilə top 10-da olar. O da önəmli bir şeydir. Vaxtında gəlsə, yəni daha da ideal ola bilərdi. Yəni onun Sezarın haqqını Sezara vermək lazımdır məncə bu mənada. Belə, son olaraq demək istəyirəm ki, Arman... Hə, bu döyüşü necə gözləyirsən ümumiyyətlə? Arman gəldi, Naxadı götürdü. Naxadı aldı yerə, ya submission attempt eləyəcək, ya da ki, ground and pound TKO. Elə bir ground and pound TKO eləyər amma. Gedər. Onu attempt eləyər. Və hətta cümləmi də burada bitirmək istəyirəm. Bilirsən necədir? İslam yadındadır Dan Hooker-a neynədir? Hə, o... Nəfəs almağa var. Şeydir də o. Da. Oy. Работа, İslam, работа. Теперь не спешили. Да, спеши. Yes. Do. Buradan Xəbib, Tim Xəbib. İnşallah bir gün qismət olardı. Arman İslam olmadığı üçün yes. İkinci round TKO submission finish deyirəm. Olur belə. İndi qumarbazlar da yaxşıdır. KO, TKO, yes. KO eləməz. KO, TKO submission olur ona yazır. Evi eşiği satın yazın ona. Hə. Yox, tamaşaçılarımızı qumara biz şey eləmirik. Maşını maksimum sata bilərlər. İkinci maşını sata. İkinci telefonu satın. Hə. Arman açıq mənə elə gəlir ki, İslamdan daha yaxşı güləşdir. Sırf güləş texnikası, güləş bacarıqları. Hə, yəni o yox. Amma yəni İslamla birinci döyüşündə... Bir də judo throwları zad da yoxdur. Hə, ona görə güləş deyirəm. Birinci döyüşdə bir dəfə döyüşüblər. Armanın 22 yaşı var idi və UFC-dəki ilk döyüşü idi. İslam da onda Armana baxanda çox-çox təcrübəli idi. Ondan elə 2-3 döyüş sonra İslam artıq kəmərə çıxdı. Yəni elə yaxşı şeydir. Valla. Məncə 3 dənə döyüşüb ondan sonra patolog. Çünki yadımda da Armanla döyüşməyi. Hə, yəni Arman İslamdan daha yaxşı İslamla çox yaxın səviyyəli güləşdir də, whatever. Ona görə heç çətinlik çəkmədən yerə alacaq məncə şeyi, müəllimi. Deməli, Dave Ramos, Drew Dober, Armandan sonraki döyüşlər. Thiago Moises, Dan Hooker, Bobby Green, Charles Oliveira. 5 döyüş sonra kəmərə. Close. Not even close demiş, yes. Amma İslam orada elə bir İslam gələndə 10 fight streaki var idi da İslamın. Yes. Yəni ki 5-ci Arman idi. Elə baxa bilərik məsələn. Yəni it was budur idi İslam. Hə. Yəni ki İslam harda dalaşıb gəlməmişdi görəsən?
Hardasa. Şeydə dalaşar da, Axmatda dalaşar, nə bilim, Rizin kimi organizationlar var idi bir ara. Xəbib Rizinin qohumlarında zətdə dalaşır deyə bir ara onu yadıma salan bir hansı idi. Rizində dalaşıb dalaşmayıb bilmirəm Xəbib. Amma oralarda elə bil dalaşmışdı. Kimi yadımdadır niyəsə. Anyways. Yəni ki, İslam nədir? Arman məsələn easy bir rahat bir şəkildə Dan Hooker məncə yer alacaq. Dan Hooker'ın fiziyindən də bu mənada. Yəni Armanda bir şey gözləyirəm ki, mən bu döyüşü tez bitirməliyəm. Yes. Onu məncə eləyəcək çox rahat bir şəkildə. Hərçənd ki, Dan Hooker'ın takedown defensi pis deyil. Açıq onu deyə bilmərəm. Elə dünən əməlli oturub nə qədər UFC fight'a baxmışam ki, çox bekar idim, oturdum UFC. Tətildə əziz tamaşaçılar bildiyimiz kimi, məktəblər payız tətilinə ayrılıb, ona görə oturub UFC fight'lara baxdım. Siberian FC M1 Challenge. M1 Challenge is a good one though. M1 yaxşıdır. Xəbib də M1-da dalaşırdı elə bil. Gör Rizin dalaşmayıb İslam. Yox. Okay. Samoda da dalaşır, bir də M1-da. Okay. Pro FC-də də dalaşır. Siberian FC, Lion Fight. Okay, oralar şeydir. Yes. Deməli, hərçənd ki, Dan Hooker'ın takedown defensi yaxşıdır. Yaxınlarda elə dünənləri Dan Hooker Dustin Poirier'ə baxdım, bir də oturdum. Özdə o korona vaxtı deyə şaq səsləri eşidirsən axı. Orada məsələn gördüm ki, ilk raundlarda Dustin neçə dəfə takedown attempt elədi. Onların hamısını elə eyni easy kimi defend olunur bu arada. Naxadı belə arxanı verir, ayaqları aralayır ki, belə şey olmaz, sprawl eləyir də, qəşəng sprawl eləyir. Yaxşı belə əldəki qripi yaxşı qırır əlləri ilə falan. Onlar yaxşıdır. Amma bu İsrail ilə güləşənlər, nə bilim, Dan Hooker'ın, Dustin Poirier'in Dan Hooker'a girməyi zət, bunlar başqa şeydir. İslamın Armanın girdiyi takedown başqadır. Ona görə məncə onun heç bir qabağını alamayacaq. Either bu elə 50-45, 50-43 şəklində bir decision tamaşaçıların çox bəyənməyəcəyi. Hərçənd ki, Armanın yerdə saxlamağı maraqsız deyil. Arman yerdə işləyən uşaqdır. Ona görə ya da ki, elə sən deyən 2 raunda, nə bilim 3 raunda nəsə belə ground pound TKO. Mənim gözləntim elə first round TKO. Yerdə ground pound. Bir lightweight fanatı olaraq istəyərəm ki, nəticəli olsun. Gözləntim yox, istəyim. Açıq gözləntim nə bilim 4-5 ya decision, oralara daha yaxınam, to be honest. Nəinki? Yaxın olmayan decision da yəni. Oralara da. 4-5-ə qalmaz amma. O qədər yerə yıxıb ground and pound eləyəndə 4-5-ə qalmır. Please give up deyə şey eləyər. Vallahi yerə oturduğundan bir də qalxmayasıdır o yerdən. Yes. Get-gedə də özdə pis yorulursan, Arman da ground pound işləyən uşaqdır, o 4-5-ə qalmaz. Qalsa da elə orada qalar. Məncə girəcək şeysi. Təpizat da atıram Arman yox. Strike eləməz. Yox, strike Dan Hooker'la məncə işdə elə bu arada. Dan Hooker'ın yaxşıdır striking, yəni yuxarı səviyyədədir. Bir də reach advantage də çox yuxarıdır. Onu da çox yaxşı istifadə edir. Yəni Dan Hooker'la ayaq üstə dalaşmaq məncə mərifətli hərəkətdir. Eləməz, ağıllı olmalı. Eləməz. Elə o Xəmzət ona öyrətdiyi, deyirəm necə girəcək takedowna. Baxarsan birinci round he will do that. Xəmzətin öyrətdiyi takedown. Sol, sağ, takedown. Təpi yoxdur heç. Sol, overhand-də elə sonra yapışdır takedown'a birləşdir getsin. Xəmzətin standart takedown. Standart yox, Xəmzətin şöyle tullanır o heç, amma yəni çətinlik olanda onu da eləyir. Yes. Ya da belə Usmana, Robert Whittaker'a da heç nə eləmədi axı, naxadı tullandı götürdü. Özü cage-in evdən tullanır. Evdən tullanır, hə. Hamını ilk 15 saniyədə takedown eləmiş bir insan. Gerald Meerschaert'dan başqa. 17 saniyəyə KO eləmişdi. O qədər gözlədi ki, belə aşağı baxa. Okay, bu qədər. Bu da bizim üçün Doha kartı. Tamaşaçıların sualı varsa yaza bilərlər kommentə. İnşallah bu döyüşdən sonra bir də görüşəcəyik tamaşaçılarla bu döyüşü həll etmək üçün. Mütləq. Məncə görüşək. Lazımdır, istəyir. Yes. Çünki burada həm welterweight, lightweight'in gələcəyindən söhbət gedir. O da yəqin ki, bazar günü bilmədiniz 4-cü gün canlı yayımda sizlərə çatdıracağıq. Videomuz 2 yerə bölündü, onun dərdə varı mən açığa ki. 2 ayrı video kimi işləyə bilərik. Çox başımızı xarab eləməyək. Özündə olmur ki, birləşdirək. Məncə yox. Yazaq ora Arman
Dan Part Hooker, one, part two. Part 1, Part 2. Olsa kim baxır? Oldu. Baxın, bura qədər baxan tamaşaçılara. Yes. Hamısına salam bildiririk. Hələlik salamat qalın. Döyüşlərdən zövq alın. Drakaris.